İllərdir vətəndaşlar əmək haqqı, pensiya və sosial ödənişlərini yalnız təyin olunmuş banklar vasitəsilə alırlar. Yeni layihə isə bu sahədə seçim imkanlarını genişləndirməyə hədəfləyib. Təyin edilmiş bankın xidmətlərindən istifadə edən vətəndaşlar bugünə qədər müxtəlif problemlərlə üzləşirdilər. Bankomatın uzaqda yerləşməsi, filial çatışmazlığı və ya xidmət keyfiyyəti ilə bağlı narazılıqlar olduqda belə alternativ seçim imkanı demək olar ki, məhdud idi. Faiz tutulanda adam pis olurdu. Saatlarla bankomatların qabağında növbə gözləyirdik, vaxtımız itirdi. İndi bu bizim üçün çox rahat olacaq. Sosial yardım alıram. Həmişə ayın 25-ində asan getmişəm. Həmişə də almışam. Vətəndaşın bank qarşısında dayanıb növbə gözləməsini də qarşısına alacaq. Artıq belə çətinliklər geridə qalacaq. Belə ki, ödənişlərin çatdırılması mexanizminin dəyişdirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi vətəndaşların maliyyə xidmətlərinə çıxışını rahatlaşdırmaq və ödəniş prosesində çevikliyi artırmaqdır. Maliyyə sektorunda rəqabətin güclənməsi bankları müştərilər üçün daha cəlbedici şərtlər təklif etməyə sövq edə bilər. Ekspertlər hesab edirlər ki, bu həm rəqəmsal xidmətlərin inkişafına, həm də xidmət keyfiyyətinin yüksəlməsinə təsir göstərəcək. Burada təbii ki, banklar arası rəqabət formalaşır və banklar artıq burada vətəndaşlara pensiya alırsa, əmək haqqı alırsa, sosial müavinət alırsa, onunla bağlı olaraq yeni paketlər təqdim edə biləcək, faiz və komissiya endirimləri nəzərdə tutulacaq. Hətta müəyyən yaşlarda deyək ki, yaş uyğundursa, müəyyən kreditlərin verilməsində təbii ki, pensiya həmin kartdan alınırsa, həmin banklar müəyyən güzəştlər tanıyacaq və bütün bunların hamısı əslində bank sisteminin də canlanmasına səbəb olacaq. Layihənin mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. İlk olaraq əmək haqqı ödənişlərinin, daha sonra isə pensiya və sosial müavinətlərin yeni sistemə inteqrasiyası planlaşdırılır. Bununla da vətəndaşlar maliyyə vəsaitlərini əldə etmək üçün daha sərbəst seçim imkanına malik olacaqlar.